Deyirlər, şahımız ədalətlidir. Mən kəndə gedib, dərdimi sana vereyim. Dərsən mi? Kəndini saraya baxarlar. Ədalət varsa, sözümü qulaq asılır. Kəndlər çox danışırlar ha. Vergilərini azaltsan, xəzinə də başlasın. Azaltırsa, vergiləri verilməsən, yenə də xəzinə doldursan. Nə olursa, neyim? Hökümdarı gəlir. Mənim əhnəyanım, sizi boş gördüm. Söyləyin əyanlar, nə qədərlə gəlmişsiniz bizimlə? Dövlətdə vəziyyət necədir? Bu eğitimlərdən kəndilər alır vergilərini. Yanlıları uzatılmasını istəyir. Hökümdarım, kəndilər tənbəldirlər. Biz onlara sərt davranmalıyız. Ədalət tənbəlliyə bəraət qazandırmaz, amma zülmə də göz yummaq. Hükümdarım, bir kəndi saraya gəlmişdir. Sizin hüzurunda çıxmaq istədik. Gəlsin, tam qapısı xalq üçün bağlı ola bilməz. Şahım, mən kənddə əhmədəm. Kəndimizdə vergiyə lazım ki, şartlarımızı ödəyəm. Hökümdarım, bu tənbəldir, işləmək istəmir. Kifayətdir bizdən bəri. Düzün danış olur, məhsul nə qədər verir verirsən? Yazılı şahım, İstər satırda İsmail. Bu çoxdur. Əli bəy, yaz fərmanı, qanunlardan başlayır. Bu gündən etibarən kəndlər məhsul müstəbilini vergi kimi verəcəklər. 100 qoyuna bir qoyun deyil, 300 qoyuna bir qoyun veriləcək. Artıq vergi var, məmur cəzalandırılacaq. Heç kim haqqı yeyilməyəcək. Amma hökümdarım, belə olursa bütün bəyənlərdən sonra Ədalətdən qorxan mənim bəyin haqqı yoxdur. Mən istərməm xalq məndən qorxsun. İstəyirəm ki, xalq mənə ədalətimlə yardım. Tanrı sizi qorusun şahım. Çarşının səsini eşidən başqa xalqın anasıdır. Bugündən etibarən xalqın nəzərdə alınacaq. Vergi ədalətlə paylanacaq. Hər kəs bilsin, bu dövlətin ayağı qılın deyil, qanundur, ədalətdir. Mən istəyirəm ədalət olmayan yerdə dövlətin ömrümüzdə olur. Mən istəyirəm bu gündən etibarən bu torpaqlarda kənddən kəndiyə qədər bütün hər kəs qanun qarşısında bərabər olur. Çox yaşa hökümdarım.